sonda X2O4 reaksiyasından alınıb X2XO2. Bir reaksiyası üçün 4 mol X2O4 götürülmüşdür. Deməli, başlanğıcda 4 mol olur. Tarazlıq halında, deməli, tarazlıq halı yaratmaq lazımdır. Tarazlıq halı yaratmaqdan ötürü, deməli, tarazlıq halında yaratmaqdan ötürü başlanğıcdan sərfiyyatı çıxırıq. Bilir ki, hər bir maddə öz əmsalı qədər sərf olunur. Üzərinə gəlirəm. Bu, deməli, alınanı, 2x alınan da bilmirəm nə qədərdir. Amma sonda 6 mol qaz olur. Onda, deməli, buradan da x-i tapıram ki, x bərabərdir 2. X-i tapdım. Deməli, qabın həcmini hesablayın. Gətirib yerinə yazıram hər bir halda. Deməli, bu eləyir 2, bu eləyir 4. Burada da yerinə yazıram, bu eləyir 4. Və yaxud da heç bu 2 ilə tapmasaq da burada 4 eləyir. Bu da bundan 2 dəfə sərf olunduğuna görə bu da eləyir 2. Belə də ola bilər. Deməli, qabın həcmini soruşur. 4 bərabərdir. Deməli, 4 bölək V, qabın həcmi, molunu bilirəm, həcmə bölürəm kvadratı. Burada da, deməli, 2-ni bölürəm V-yə. Yəni, bu şəkildə hesablanır, tapılır. Buradan təbii ki, deməli, V-lər ixtisar gedir. 4 bərabərdir. 10, deməli, 6, aşağıda da 2V, 8V bərabərdir 16, V də bərabərdir, deməli, 2-yə.